Amerikadakı McDonald's-a, McDonald's-a Chicken Big Mac gəlib. Dadı həqiqətən çox maraqlıdır. Gəlin görək dadı necə olacaq. Normalda menyunun özündə qiyməti $6 sadəcə burger üçün, 9.29 isə menyu üçündür. Burada 6.50-yə Big Mac menyusu var. Toyuqlusunu da seçmək olur. Ona görə mən buradan alıram. Qeyd elədiyim kimi normalda qiyməti sadəcə özünün $6-dır. Üçünə bir yerdə $7.21 ödədim vergisi ilə birlikdə. Ətimiz var, sizə detaylı göstərim. Əllərim yumuşaq vardı. Şübheli. Altın çörəkdə belədir, ilk dəfədir belə görürəm. Belə qəşəngdir. Amma nə Big Mac ayrılıqda yeyəndə verilən ləzzət var, nə də Mac Chicken ayrı yeyəndə verilən ləzzət. İkisini birləşdiriblər, daha da yaxşı deyil yəni. Yeməyi bitirdim, amma yenə də fikrim eynidir. Yenə də pis deyil. 10 üzərindən bir 7'si olar. Amma öyrəşdiyim dadı çünki Big Mac-dır. Amma ət yoxdur. Mac Chicken'dır. Amma mayonez yoxdur. Bilmədim. Belə qəribə bir dadı var.